Herkese salam. Bir vlogla sizi qarşılayıram. Bu mənim ikinci vlogumdur səfərəmizə. Uzun müddətdir işlə çəkmirəm. Deməli, Kara Bülbül festivalına gedirik. Festival Şuşadadır. 2-dədir festival. Saat 12-yə qalmış durmuşam. Gedib əzüm yeyəcəm. Ondan sonra da yemək yeyəcəm. Hazırlaşacağım. Hazırlaşma prosesini də görəcəksiniz. Getmə prosesini də görəcəksiniz. Qısacası mənimlə bərabər hər şeyi yaşayacaqsınız. Hər bir sürprizlə. Saçlarıma belə elədim. Mən fen vurmadığım üçün heç bir isidici heç bir isidici vasitədən istifadə eləmədiyim üçün belə üsullara başvururam. Nəysə, gedək hazırlaşaq. Uşaqlar, mən çox varlı bir YouTuber olduğum üçün tripodum yoxdur. Ona görə mən hamısını sizə belə göstərirəm. Sonra üzümü yuyacağım, amma bunu çəkməyəcəm. Tripodum yoxdur ona görə. Mən üzümü bununla yuyuram. Yaxşıdır, peeling effekti verir. Yağlı üzlər üçün yaxşıdır. Bundan dişimi fırçalayıram bunlarla. Dil təmizləmə aparatıdır, amma yəni vacib bir şey deyil. Linki yoxdur uşaqlar. Səhər yeməyimizdə sütlaç var. Dünən almışdım. Param yox. Üzümüzü sarfet qaynan silirik. Üzümü quruladım. Keçirəm üzü baxımına. Bu mənim səhər baxımımdır. Baxmayaraq ki saat 1-dir. Ordinarinin hyaluronik asid kifayətdir. İstifadə edəcəm. Mən sizə göstərim. Bunun teksturası belədir. Ona görə də mütləq nəmləndirici vurmaq lazımdır. Üz baxım rutinində ən vacib nüanslardan biri odur ki, üzünüzə tətbiq elədiyiniz məhsullar üzünüzdə oturmalıdır. Yəni bir qədər gözləmək lazımdır ki, artıq o üzünüzə otursun. Baxın, o qədər də yapışqanlıq yoxdur. Artıq demək olar ki, 10 saniyə gözləsəz artıq üzünüzə oturacaq. Ondan sonra nəmləndiricinizi rahat bir şəkildə istifadə edə bilərsiniz. Gözəl bir açılış eləyək. Bunun üstündən əslində mən SPF vurmalıyam. Ancaq mənim istifadə edəcəyim BB krem SPF tərkibli olduğu üçün ehtiyac duymuram. Yerinə qoyuruq, amma SPF-imi də yenə sizə göstərirəm. Bəlkə biriniz istəyər. Ümumən Sinozun SPF-i də çox qəşəngdir. Cilt tonunuza eşitləyir. İstifadə etdiyim bütün məhsulların hamısı yağlı dəri tipləri üçündür. Top Face'in BB kremləridir. Niyə ikisini istifadə edirəm? Birini dərim zəqarkən almışdım. Birini də dəri tonunu açıqkən almışdım. Sonra dəri tonun ikisinin qarışığı oldu. İkisini də qarışdırıb istifadə edirəm. Sponcumu da sulayacağım. Onda çünki daha yaxşı olurmuş. Sponcumu suladım, gəldim. Heç ki məni buradan baxıb narazıçılıq tutmasın ki, sponcu tonalnidir. Valla çoxunuz sponcunuz elə belənçinə qalır, illərlə istifadə edirsiniz. Hər həftə sponc təmizləyirəm. Mən heç makyaj çox eləmirəm. Çünki o qədər cilt baxımı eləyirəm. Hər gün makyaj eləsəm, mənim özüm çox pis olar deyə düşünürəm. Nivell'in kapatıcısı. Bunu dağıdırıq. Dağıtdıqdan sonra mən mamamın makyaj şeylərinin içinə belə bir şey fırlatmışdım. Bu yumru qabdaydı, mən özüm üçün belə ayırdım. Yaşı mən qədər var, abartmıram. Çoxdan mamadadır. Adı üstündən silinən belə bir şeyim var. Bu mənə hədiyyədir. Bunu biraz gözümü belə kölgələndirirəm. İndi sizə görə makyaj edirəm, yoxsa mən makyaj eləməyəcəkdim. Dedim, qoy videoya qəşəng düşümdə. Bundan hər yeri, haran istəyirsəm, oraya kölgələndirir. Bilmirəm, buraya eləyəndə nə böyük bir dəyişiklik olur, amma eləyirəm. Mən xoşlamıram elə bu hissə çox ağılanda. Çünki sadə xoşlayıram. Mən sadə insanım buna görə. Bilmirəm, hansı etabım düzgündür, hansı səhvdir, o qədər də vecimə deyil. Çünki mən özüm üçün eləyirəm. Üzümdə ləkə varsa tutsun, bəsdir. Əslində bunu daha çox xoşlayıram ki, üzdə olan işıqları şeylər. Buradan bax necə çıxıb. Görürsən necə çıxdı. Tez bir şəkildə makyajımı qutarıb gedəcəm. Artıq o prosesləri çəkməyəcəm. Çünki çox danışıram, vaxtım gedir. Liner çəkəcəm, tuş çəkəcəm, dudağımı konturlayacağım, madanı vuracağım. Makyajımı qutardı. İndi isə makyajımın ən sevdiyim hissəsinə keçirik. Flormarın bu makyaj sabitləyicisini istifadə edəcəm.
Biraz da bu tərəfdən. Ah. Good. Gözürük bu qurusun, o vaxta qədər də paltarımızı seçəcəyik. Paltardan sonra da ən axırda artıq qoz sürəcəm. Bu biraz dodağı şişirdirmiş. Əslində şişirdirmiş yox, hə, bir qədər yaxşıdır. Artıq mən hazıram. İndi bunları sökəcəm. Bilmirəm nə qədər yaxşı olacaq. Morphos'un saç spreydir. Ama çok iyi. Uşaqlar, Aygünlə otaq yoldaşı və qrup yoldaşıyıq. Aygün 5 saata hazırlanıb çıxırdı. Mən də əsəbləşdim. Bura gəlmişik və saat neçədir? Yarım saat keçib gəlməyib. Və dedilər ki, hələ bir 20 dəqiqə gəldik. Yəni 50 dəqiqə gec gəldi avtobus. Mən də Aygünə boş yerə əsəbləşdim. İndi gedireyim marketə ki, bir şeylər alıb. Neyse. Ne kadar samimiyet çok oldu. Axır ki geldi, çatdı. bir dilberim, aşığım destan destan, istesem emrilerim, ama söyler göz üstten, böyledir dilber, aşığım destan destan, ama söyler göz üstten, ne güzelsen Mademoiselle, bir meleksen ya. Ağalar bir söyleyin, kimde var bu göz, bu kaş, benim karşı.
Müsahibede iştirak elədim, ancaq heç burada bir şey danışmadım. Çünki instrumental yükləşikdən söhbət edir. Mən də dizayner. Fidan. Hello. Burada fotosesi getir. Çok güzel. Geçti. Balerinlerden sonra mı? Okay. Bakın. Direkt kaysa tapdım. Karşı tarafta ürəyim sıxıldı diye bu tarafa keçdim. Grup yoldaşlarımla beraber. İndi çıxıram. Bakın maraqlı ne var burada çeki. Çox adam var. Her yerde səpələnmiş adamlar. Ha, YouTube atacağım. Salam. 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 Ben de. Gel. Salam. Bu Şirin Bugün Tatyana. baxmağa gəlmişik, sabah öz çıxışımız var. İnşallah. Səhnə arkası. Gel hanım gel yanıma, canım gel yanıma, gel yarım gel yanıma, gel ben ölüm ben ölüm ben ölüm gel ben ölüm ben ölüm ben ölüm gel. Kuzum gel yanıma, canımı vererem ben yarıma, kurban ederem ben canana, malımı pulumu canımı ben. Rüstem Bey kız ne oldu? Niye gidişir? sensiz. Ele ben doğdum, ele ben doğdum, ele ben. Gel varalım gel gel, çayıralım gel 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 varalım gel gel, çayıralım gel. Sen sevdim yar sen sevdim, gözüm görmez özgeni. Sen sevdim yar sen sevdim, gözüm görmez özgeni. Halal olsun Süleyman, halal olsun Süleyman. Sen de gerek bassan şeytan, öğrenip beni yola saldın. Mene nasıl? Sevgili canım
nevaziş mənə ver bu sələbindən. Çünkü güzelin bu sesidir aşk. Sordum ki gönül hardadır, aldım bu cevabı. Hiç sorma tapılmaz, onu aktarsa da insan. Rəhmeyle dedim göl, rəhmeyle dedim, sel gibi gözyaşımı töktüm. Gel gönlüm ile oynama ey afeti devran. İnsafına ger var, insafına ger varsa söyle bu nizami. Sevgili canım. Azerbaycan Opera Balet Teatrı'nın balet trupası, solistler, emektar artist Nigar İbrahimova ve Timur Odışıv. Tamaşanın quruluşçu koreografi Respublikanın emektar artisti Naile Mehmetzade. İstanbul Devlet Opera Balet Teatrı'nın solistleri Mustafa Çağatay Özden ve Berfu Oysoy. Abdullah Maldıbayev adına Kırgızistan Federik Opera Balet Teatrı'nın solistleri Eldiyar Maratoğlu, Nurjamal Moldogaziyeva, Dayana Kıdraliyeva. Musikili Teatrı'nın solistleri İlahi Rüstemova, Orhan Hüseyinov. Respublikanın emektar artistleri Ferit Əliyev, Tural Ağasiyev, Kamil Həbibov ve Fatime Cəfərzade. Respublikanın emektar artisti Afak Abbasova ve Ankara Opera Balet Teatrı'nın solisti Ferda Yetişer. Emektar artist İnariya Babayeva. Akademik Opera Balet Teatrı'nın solisti Mahir Tanzade ve Kazakistan'ın emektar kadimi Azamat Jıltırguzov. Respublikanın halk artistleri Cahangir Novruzov ve Ekrem Poladov. Respublikanın halk artistleri Yusif Eyvazov, Murat Adıgözelzade, Ferhat Bedelbeyli ve Polat Bülbüloğlu. Tamaşanın kuruluşçu ressamı, emektar medeniyet işçisi Tehran Babayev. Ve Opera Balet Teatrı'nın Simfonik Orkestri baş dirijör Respublikanın emektar artisti Eyyub Guliyev. Hürmetli hanımlar ve canavlar, aziz musiki severler. Bununla da 8. Xarı Bülbül Beynəlxalq Musiki Festivalının açılış konserti sona çattı. Gülse. Peşin. Polat Bülbüloğlu dünya şekli çektirdi. Bu sahne arkasıdır. Var olun. Var olun.
Ve bir videonun daha sonuna geldik. Bugün ümumən çox qəşəng idi. Baleti çok sevdim. Biraz kederlendim ki ben niye balete getməmişəm. Bu arada üzümü istifadə edim. Vitamin C gece bu şeydi. Nemləndiricimi də istifadə elədikdən sonra vlogu bitirirəm. Beğendiyse like eləməyi, destek olmaq üçün abunə olmağı unutmayın. Sağ olun.